Növbəti xəstəmiz bir xanım xəstədir, əməliyyatını icra etdiyimiz. Bu xanım sol gözündə görməsinin son bir ayda itməsi, ondan daha öncə isə dinamik pisləşməsini qeyd edir, müraciət edir və müayinələrdə kəllə əsasında çox böyük ölçülü bir şiş aşkarlanıb. Bu şiş mahiyyətcə xoş xassəli bir şişdir, amma yerləşdiyi yerə görə biz onu bəd xassəli qeyd edirik. Çünki şiş kəllə əsasındadır və beynin ortalama %70-ni qidalandıran damarlar birbaşa bu şişin içərisində yerləşir. Bu həm cərrahi əməliyyat baxımından və həyat baxımından ciddi risk daşıyır. Qeyd olunan patologiya bu şəkildə göründüyü kimi ekstraserebral bir törəmədir. Bu törəmənin çətinliyi və özəlliyi bir onun kəllə əsasında yerləşməsidir. Görmə siniri ilə və görmə çərpazı ilə sıx münasibətdə olmasıdır. Daha önəmlisi isə sol daxili yuxu arteriyasının və onun bifurkasiyasının, yəni orta beyin arteriyası və ön beyin arteriyasının şişin içərisində yerləşməsidir. Eyni zamanda bazilər arteriyaya da münasibəti var, ona kompresiya edir və interoperasion aydın olur ki, ona yapışır. Bu əməliyyat icra olunur sol tərəfli frontotemporal kraniotomiya. Beynin traksiyasının dartılmasını önləmək üçün biz orbitanın damını da rezeksiya elədik. Sonradan bunların hamısı bərpa olunur və mikroskopik olaraq şişi total xaric elədik. Əməliyyatdan sonraki artıq 8-ci sutkadır. Xəstənin görməsində ciddi yaxşılaşma var. Görməyən sol gözü görməyə başlamışdı. Amma yanaşı olaraq bir problemimiz də var. Sağ ətraflarında zəiflik əmələ gəlib. Amma dinamikada bu zəiflik yavaş-yavaş azalır və adətən belə xəstələr üzümüzə gələn 3-4 ayda fizik tədavisindən tamamilə öz sağlamlıqlarına qovuşa bilirlər.